Maliyyə Nazirliyi və Dünya Bankı tərəfindən keçirilən nəticə əsaslı büdcə mexanizminin tətbiqi üzrə təlim proqramının ilk mərhələsi başa çatıb. Bu münasibətlə təşkil olunan tədbirdə çıxış edən Maliyyə Nazirliyinin orta müddətli xərclər çərçivəsinin hazırlanması mərkəzinin direktoru İlham Kərimov bildirdi ki, nəticə əsaslı büdcə mexanizminin tətbiqi üzərində işləyən dövlət qurumlarının rəsmiləri büdcənin maliyyə hissəsini anlamaqla yanaşı, siyasi nəticələri ilə güclü əlaqə qurmağı bacarmalıdırlar. Bu onlarda yeni xüsusi bacarıqların formalaşmasını tələb edir. Onun sözlərinə görə təlim həm də müxtəlif sahələrdə fəaliyyət göstərən ictimai sektor qurumları arasında əməkdaşlığı gücləndirmək üçün nəzərdə tutulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strateji planlaşdırma sektorunun müdiri Nicat Rəhmanlı isə qeyd etdi ki, seminarlar onlarda sosial müdafiə sahəsində büdcə xərclərinə yeni perspektivdən baxmaq imkanı yaradıb. Beynəlxalq ekspertlərlə birlikdə hökumətin xərclərin effektivliyini necə ölçməsi, büdcə ayırmalarının nəticələrlə əlaqələndirilməsi və büdcənin tərtibində nəzərə alınmalı olan risklər barədə dəyərli müzakirələr aparılıb. Orta müddətli xərclər çərçivəsində büdcə planlaması Nazirliyi, büdcənin xərclər təsnifatına yeni yanaşmadır və büdcə planlaması zamanı tədbirlərin seçilməsi, onların nəticə yönümlü olması, eyni zamanda risk təhlilinin aparılması və dövlət proqramlarının uyğunluğu haqqında bir sıra dəyərli tövsiyələr verildi və düşünürük ki, tədbirlər çərçivəsində əldə olunmuş biliklər və təcrübələr sektor üzrə büdcə planının hazırlanmasında gələcəkdə növbəti mərhələlərdə yüksək töhfə verəcəkdir. Bu mexanizm orta müddətli xərclər çərçivəsində büdcə planlamasında nəticə yönümlü tədbirlərin seçilməsi üçün hazırlanır və tədbirlərin nəticə yönümlü olması onların effektivliyini və nəticə yönümlülüyünün ölçülməsi üçün yeni bir mexanizmdir və bu istiqamətdə də bir sıra dünya ölkələrinin təcrübələri öyrənmişdir bu istiqamətdə və eyni zamanda Dünya Bankının ekspertləri bir növ istiqamətləndirici tövsiyələr vermişdir. Bu məşğələni Maliyyə Nazirliyi ilə birgə nəticə əsaslı büdcə təşkili işini dəstəkləmək üçün keçiririk. Nəticə əsaslı büdcə təşkili müəyyən proqramlar üzrə konkret nəticələr əldə etmək üçün dövlət resurslarının necə səmərəli istifadə edilməsi ilə bağlıdır. Misal üçün, bugün biz sosial müdafiə sektoru üzərində çalışdıq və mövcud sahədə hesablama aparma və nəticə əldə etmənin yollarını müzakirə etdik. Nəticələrə o halda nail olmaq olur ki, mənfəətlər ödənilir. Bura yoxsulluğun azalması, insanların rifahının artması amilləri də daxildir. Müasir büdcə təşkili işində bu ölçünü aparmaq vacib məsələdir. Çünki bu, hökumət tərəfindən maliyyələşdirilən fonda birbaşa təsir edir. Qeyd edək ki, 2025-ci ilin aprel-may aylarında keçirilən proqram iştirakçılarına Maliyyə Nazirliyinin mütəxəssisləri tərəfindən nəticə əsaslı büdcə mexanizminin hüquqi və prosedur çərçivəsi, Dünya Bankının mütəxəssisləri tərəfindən isə seçilmiş sektorlarda tətbiqi bilik və konkret halların təhlilinə əsaslanan təlimlər keçirilib. İsveçrənin Azərbaycanda orta müddətli büdcə planlaşdırılmasının gücləndirilməsi layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edən dövlət qurumlarının əməkdaşları beynəlxalq ekspertlərlə birlikdə büdcə təkliflərinin hazırlanması, bu təkliflərin təhlilinin aparılması, keyfiyyətin artırılması yollarının müəyyənləşdirilməsi istiqamətində müzakirələr aparıblar. Təlim əsasən Azərbaycanda orta müddətli və nəticə əsaslı büdcə mexanizminin tətbiq olunduğu 4 sektoru, kənd təsərrüfatı, təhsil, ətraf mühitin qorunması və sosial müdafiə sahələrini əhatə edir.